Doktor, hərdən mənə elə gəlir ki, olduğum yerdə sanki birinci dəfədir ordayam, yad yerdəyəm. Bu nə ilə bağlıdır? Bəli, həqiqətən bəzən insanlar həmişə olduqları tanış yerdə özlərini birdən qəribə hiss edə bilərlər, sanki yeni bir yerdədirlər. Məsələn, belə bizə gəlib şikayətlər eləyirlər, müəllimədir, dərs keçir, həmişə keçdiyi sinifdir və bizə gəlib bildirdi ki, doktor, bir neçə saniyəlik və yaxud bir neçə dəqiqəlik mənə elə gəldi ki, mən ilk dəfədir bu yerdəyəm. Bu yer mənə tanış deyil və çaşbaşlıq keçirtdim ki, bəs mən hardayam, necə oldu mən bura gəlib düşdüm və bir neçə saniyədən sonra özümə gəldim və artıq aydınlaşmağa başladı ki, bu mənim həmişə keçdiyim sinif otağıdır. Və bəzi insanlar belə bir narahatçılıqlar keçirdə bilərlər. Əgər bu çox nadir hallarda baş verirsə, bu normal hesab olunur və bəzi insanlar ki, çox gərgin, yorğun iş qrafikində işləyirlər, onlarda bu hal ola bilir. Bunun tibbdə adı jamevudur. Bu dejavunun əksidir. Necə ki biz dejavüdə sanki gördüyümüz şeyləri təkrar-təkrar görürük, bu onun əksinə olaraq həmişə olduğumuz məkan birdən-birə bizə yad kimi görsənə bilər. Yox, əgər bu vəziyyət sizdə çox təkrarlanırsa, artıq sizi bezdirici dərəcəyə çatıbsa, bu yaddaş problemlərinin, Alzheimer başlanğıcının və yaxud da ki ağır burnout sindromunun başlanğıcı ola bilər. Ona görə də bu vəziyyətlər artdığı hallarda nevroloq müayinəsi çox vacibdir.